Müharibə bitdi, ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaqlar. Today Press TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz Facebook hesabında yazıb. O, İsrail və İran arasındakı atəşkəsi şərh edib. Stat: İsrail İranla müharibəni 14 günə bitirəcəyini bildirmişdi. Müharibə bundan 2 gün əvvəl bitdi. Müharibə iştirakçılarından hər biri qələbə qazandığını bildirir. İsrail və ABŞ hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-yə layiqli cavab verdiyini bildirir. Halbuki İsrail və ABŞ-nin raket zərbələrinə və verilən itkilərə İranın cavabı adekvat olmadı. Doğrudur, İran raketləri İsrailin haqqında çox danışılan dəmir dəbilqə hava müdafiə sistemini yardı, şəhərlərə zərbələr dəydi. Ancaq İsrail nə qədər İranlı generalı və hərbiçini öldürdü? İran nə qədərini? ABŞ İranın nüvə mərkəzlərinə dağıdıcı zərbələr vurdu. İran isə Qasım Süleymani olayında olduğu kimi ABŞ-ni xəbərdar edərək əvvəlcədən boşaltılan hərbi bazasına raketlər atdı. Onların da əksər hissəsi havada vuruldu. ABŞ prezidenti Donald Trump'ın buna görə İrana minnətdar olması Tehranın aşağılanması anlamına gəlir. Buna baxmayaraq İrandakı rejim müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq. Halbuki İran vətəndaşlarının beyinlərində sualların sayı artıb. Statın sonu. Analitik yenidən zərbə endirilməsi ehtimalını dəyərləndirib. Stat: İsrail Pandora'nın qutusunu açıb. İsrail-İran müharibəsi heç zaman olmaz hekayəsi qüvvəsini itirib. Müharibə bitdi. Ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaqlar. Təl-Əviv və Vaşinqton İranın yenidən uranı zənginləşdirməsindən şübhələnərlərsə, qonşu ölkəyə yenidən zərbələr endirəcəklər. İsrail üçün müharibənin bir günü 100 milyonlarla dollara başa gəlirdi. 12 günlük müharibənin hesabı bir neçə milyardı keçib. İsrail xərclərini bərpa edəcək. ABŞ də həmişəki kimi müttəfiqinə yardım əlini uzadacaq. Bəs İran itkilərini necə bərpa edəcək? Əsas sual budur. İrana bombalanan mərkəzləri bərpa etmək üçün heç bir ölkə, hətta tərəfdaşları olan Rusiya və Çin havayı pul verməyəcəklər. İran sanksiyalar altındadır. İranın yeganə alternativi satdığı neftin pulunu bərpaya yönəltməkdir. Ancaq bu halda İran vətəndaşlarının sosial problemlərinin həlli arxa plana keçəcək. Bu isə insanların haqlı narazılığına səbəb olacaq. Onsuz da müharibəyə qədər də İran iqtisadiyyatı ağır günlərini yaşayırdı. İndi isə bu ölkəyə daha çox maliyyə resursları tələb olunacaq. Statın sonu. Elxan Şahinoğlu'na görə İranda rejim dəyişikliyi üçün uzun zaman lazımdır. Stat: ABŞ və İsrail birinci məqsədlərinə çatdıqlarını bəyan ediblər. Yəni İranın uranı zənginləşdirmək mərkəzləri yararsız hala düşüb. Ancaq ikinci məqsədlərinə, yəni rejim dəyişikliyinə nail olmadılar. Bunun üçün daha uzun müddət lazımdır. İrandakı rejim öz varlığını qorumaq istəyirsə, daxili və xarici siyasətini ciddi şəkildə korrektə etməlidir. Buna ümid azdır. Çünki İranda islahatların genişlənməsi rejimin dəyişməsi anlamına gəlir. Mühafizəkarlar buna getməzlər. Statın sonu. Qeyd edək ki, iyunun 24-də İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı X hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da dayandırdığını yazıb. Qiymət mahir Namiq Abbasov, Today Press TV.